Enneagram tipləri haqqında məlumat verəcəyimiz YouTube videomuzun 10-cu bölümünə xoş gəlmisiniz. Bugün sizlərə Enneagramın 9-cu tipinin əsas xarakteri xüsusiyyətlərindən danışacağam. Gəlin görək, sizdə və yaxud da ətrafınızdakı insanlarda bu xarakterik göstəricilərdən varmı? Enneagramın 9-cu tipi, yəni sülhsevər insanlar sakit, uyğunlaşan və harmoniya axtaran xarakterə sahib olurlar. Onların əsas məqsədləri daxildə və ətraf mühitdə sakitlik və harmoniya yaratmaqdır. Tip 9'lar konfliktlərdən mümkün olduğu qədər uzaq durmağa çalışırlar və ətrafdakı insanlarda da daima razılıq, məmnunluq hissi görmək istəyirlər. Onların ən vacib ehtiyacları daxili rahatlıq və sülh hissidir. Ən çox dəyər verdikləri şey isə rahat mühitdir. Ailə və yaxud da dost çevrəsində mübahisə olduqda tip 9'lar çalışırlar ki, ortaq nöqtə tapsınlar və vəziyyəti yumşatsınlar. Çünki onlar heç kəsin bir-birinə incik qalmasına və yaxud da münasibətlərin pozulmasına istəməzlər. Tip 9'ların ən çox diqqət çəkən tərəflərindən biri çox uyğunlaşan olmalarıdır. Onlar əslində ətrafdakı insanların istəkləri ilə uyğunlaşmadıqlarını və razı olmadıqlarını bildirmək istəyirlər, amma bunu dilə gətirə bilmirlər. Özlərini razı kimi göstərirlər, amma içdənsə öz istəklərini dilə gətirməkdə əziyyət çəkirlər. Bu situasiyanın əsas nümunəsindən biri odur ki, tip 9'lar dost çevrəsində bir yerə getməyi planlayırlar. Əslində onlar başqa yerə getmək istəsələr də bunu dilə gətirmirlər və yaxşı, mən sizinlə razıyam, dediyiniz yerə gedək razılıq verir, amma öz istəklərini dilə gətirmirlər. Və bu öz istəklərini dilə gətirməməkləri bir müddətdən sonra onların öz daxili ehtiyaclarını görməməyə gətirib çıxarır. Sakit, səbirli, anlayışlı və empatik olmaqları tip 9'ların ən güclü tərəflərindən, ən güclü göstəricilərindən biridir. Tip 9'lar insanları çox yaxşı şəkildə dinləyirlər və insanlar onun yanlarında özlərini rahat hiss edirlər. Yəni, o rahatlıq hissini tam olaraq 9'ların yanında hiss edə bilərlər. Amma bu güclü göstəricilərlə yanaşı tip 9'larda əsivlik, qərar verə bilməmək və yaxud da ertələmək kimi xarakter xüsusiyyətlər onları geri atan xarakter xüsusiyyətlərdəndir. Enneagramın 9-cu tipinin ən böyük qorxusu isə harmoniyanın pozulmasıdır. Onlar ayrılıq, konflikt və mübahisə hissində çox narahat olurlar və buna görə də çox zaman öz fikirlərini bildirmirlər ki, sabitlik və stabilliyi qoruyub saxlasınlar. Tip 9'ların bir digər dəyərli olan güclü tərəflərindən biri odur ki, onlar insanları sakitləşdirici, qəbullandırıcı enerjiya malikdirlər və bu enerjinin hissinə görə onlar qarşıdakı insanlara etibarlı, sadiq olduğunu hissinə ötürürlər. Buna görə də qarşılarındakı insanlar həmişə onların yanında o rahatlığı, o sakitçiliyi hiss edə bilirlər. Əziz tip 9'lar, siz fərqində olmalısınız ki, sizin öz istəkləriniz var və bunları dilə gətirməlisiniz, bunları ifadə etməlisiniz, görməzlikdən gəlməməlisiniz. Çünki ətrafınızdakilərin istəklərini nəzərə aldığınız zaman öz istəklərinizi və özünüzü unudursunuz. Tip 9'lar, sizin üçün balaca, amma böyük təsiri olan dəyişikliklərdən biri isə odur ki, günlük qərarlarınızı özünüz verin. Çünki bu sizin öz mən hissinizi gücləndirəcək. Əziz izləyicilər, əgər video boyunca sadaladığım xarakteri xüsusiyyətlərdən ətrafınızdakı insanlarda varsa, videonu onlarla bölüşməyi, bəyənməyi və səhifəmizi izləməyi unutmayın. Növbəti videolarda görüşənədək.